Gənclərin gələcəyi üçün ən böyük sərmayə bilikdir. Naxçıvanın ali təhsil müəssisələri isə bu sərmayəni daha əlçatan və maraqlı eləyir. Yeni proqramlar, startap layihələri və beynəlxalq əməkdaşlıqlar tələbələrin üfüqlərini genişləndirir. Rəqabətli əmək bazarında yalnız diplom yetərli deyil. Gənclər həm bilik, həm də praktiki bacarıq istəyir. Bəs universitet gənclərin bu çağırışına necə cavab verir? Bu çağırışlara cavab olaraq universitetlər innovasiya, rəqəmsal bacarıqlar, beynəlxalq əməkdaşlıq və ekoloji layihələr istiqamətində yeni yanaşmalar tətbiq edir. Tasarlayacağınız cihazın da 50 derece, 60 dereceye kadar dayanması gerekiyor. İlk atılan adımlardan biri məhz belə bir sektorun yaradılması, daha sonra ikinci bir innovasiya mərkəzinin yaradılmasıdır ki, bizim tələbələrimizə və bu sahədə tədris prosesi aparan müəllimlərimizə geniş bir məkan təqdim eləyir. Çünki innovasiya mərkəzində müəyyən layihələr üzərində işləyən, fikir istehsal edən, sonra onun prototip versiyasını hazırlayan, yarışlara getmək istəyən və ya universitetin öz daxilində keçirilən startap yarışlarında, hakatonlarda, ideatonlarda öz ideyalarını səsləndirmək istəyən tələbələr üçün meydan verir. Naxçıvan Dövlət Universitetində yaradılan innovasiya mühiti, texnoloji transfer, innovasiya mərkəzi və planlaşdırılan süni intellekt laboratoriyası innovativ düşüncələr üçün geniş imkan açacaq. Həm təhsil dünyası, həm biznes dünyası, həm dövlətin özü maraqları çərçivəsində dövlət proqramının tələbinə uyğun olaraq layihələrin gəlir gətirmə, yəni kommersiyalaşması tələbinə uyğun biz addım atmalıyıq. Çünki artıq ideyalar tədris prosesində auditoriyalarda qalmamalıdır. Auditoriyalardan kənara çıxıb bir prototip formasına salınmalıdır və bu prototip formada da artıq bir sərmayə özünə qazanmalıdır. Hər semestr sonu bildiyimiz kimi bizdən sərbəst işlər tələb edilir ki, biz digər ixtisaslardan fərqli olaraq mühəndis olduğumuz üçün layihə verməli oluruq. Həmin o layihələri burada gördüyünüz avadanlıqlarla, Arduino və s. avadanlıqlarla işləməli oluruq. Bu səbəbdən də mən bugün hal-hazırda üzərində işlədiyim bu layihəni sərbəst iş üçün hazırlayıram. Rəqəmsallaşmanın gənclərə verdiyi imkanlar onların əldə etdikləri təcrübədə daha aydın görünür. Universitetimizdə rəqəmsallaşma istiqamətində bir çox işlər görülmüş və hal-hazırda layihələrin bəziləri davam etməkdədir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq Naxçıvan Dövlət Universitetində Azərbaycan İnnovasiya Mərkəzi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə bərabər Naxçıvan İnnovasiya Mərkəzi yaradılmışdır ki, burada tələbələr həm nəzəri dərslərin keçirilməsində, həm praktik dərslərin keçirilməsində, eyni zamanda öz layihələrinin prototip halına sallayaraq sənayeyə yönləndirilməsi istiqamətində müxtəlif mövzularda tədrislər həyata keçirirlər, eyni zamanda laborator məşğələlər həyata keçirirlər ki, bütün bunların hamısı ölkəmizdə rəqəmsal iqtisadiyyatın qurulmasına mühüm töhfə verir. İKT bizə çox şey qazandırdı. Buna misal olaraq göstərə bilərəm ki, tələbələrin ideya və fikirləri nəzərə alınır və onlar real həyata keçirilir. Buna mən də daxiləm. İKT-də öyrəndiyimiz bilik və bacarıqları mən öz real həyatımda gəlir mənbəyi kimi istifadə edirəm. Hal-hazırda isə kompüterin sistem blokundan götürdüyümüz ana platası üzərində diaqnostik baxış keçirirəm. Bunun əsas məqsədi ondan ibarətdir ki, kompüterdə yaranan nasazlıqları və xətaları müəyyən edib aşkara çıxardıb onları aradan qaldırmaqdır. Universitetin beynəlxalq əməkdaşlıqlarının genişləndirilməsi gənclərin yeni təcrübələr qazanmasına şərait yaradır. Bu istiqamətdə ali təhsil ocağında əhəmiyyətli tədbirlər görülür. Naxçıvan Dövlət Universitetinin hal-hazırda bir neçə QT-dən olan ali təhsil müəssisələri ilə əlaqələri çox geniş vüsətlə, sürətlə davam edir. Bizim istiqamətlərimizdən biri Naxçıvan Dövlət Universitetində ikili diplom proqramlarının sayının artırılması məsələsi idi və son dövrlərdə artıq müxtəlif istiqamətlərdə, müxtəlif ixtisas sahələrində, istər bakalavr, istərsə də magistratura sahəsində yeni ikili diplomların imzalanması və fəaliyyətə başlaması və hal-hazırda icrası planlaşdırılan, belə desək, layihə formasında artıq təsdiqlənmiş və növbəti illərdən qəbul prosesinə cəlb olunması planlaşdırılan müxtəlif ikili diplom proqramları vardır ki, bunlardan Macarıstanın John von Neumann Universiteti ilə olan tədrisi ingilis dilində olan kompüter mühəndisliyi üzrə bakalavr təhsil pilləsində olan ikili diplomumuz artıq fəaliyyətə başlamışdır. Digər ikili diplom proqramımız Amerika Birləşmiş Ştatlarının George Washington Universiteti ilə planlaşdırılan və hal-hazırda layihə mərhələsində olan ikili diplom proqramımızdır ki, səhiyyənin idarə olunması
və digər sahələrdə Coş Vaşinqton Universiteti ilə əlaqələrimiz davam edir. Türkiyə universitetləri ilə, İstanbul Universiteti ilə istər bakalavr, istər magistr səviyyəsində Erzurum Texnik Universiteti ilə davam edən, artıq imzalanan, belə desək, ikili diplom proqramlarımız və icrası davam edən ikili diplom layihələrimiz də vardır ki, yaxın illərdə növbəti ildən etibarən onlar üçün də qəbulun elan olunması planlaşdırılır. Keçən semestr İstanbul Aydın Universitetində mübadilə proqramında iştirak etmişəm və bu proqram mənim üçün böyük bir təcrübə oldu. Düşünürəm ki, bu təcrübə gələcək karyeram üçün çox mühüm bir addımdır. Həmçinin bu təcrübədə iştirak etməyim üçün dəstəyini əsirgəməyən Naxçıvan Dövlət Universitetinin müəllimlərinə və ailəmə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu təcrübə mənim kimi digər tələbələrə də ilham verər. Beynəlxalq təcrübələrlə yanaşı davamlı inkişaf xəttində önə çıxan istiqamətlərdən biri də ekoloji layihələrdir. Bu layihələrdə gənclərin fəallığı təşəbbüslərin ən gözəl nümunəsidir. Naxçıvan Dövlət Universitetinin iqlim dəyişikliklərinə qarşı mübarizəni və davamlı inkişafı strateji prioritet kimi müəyyənləşdirmişdir və universitetimizin bu sahədə fəaliyyəti həm kampus miqyasında, həm də qlobal elmi əməkdaşlıqlar çərçivəsində kompleks şəkildə həyata keçirilir. Universitetin kampusunda quraşdırılmış günəş panelləri və külək turbinləri vasitəsilə minlərlə kilowatt enerji əldə edilir və bu addım həm karbon emissiyasını azaldır və eləcə də tələbələr üçün real yaşıl enerji laboratoriyası rolunu oynayır. Universitetimizdə hazırda dayanıqlı inkişaf mərkəzi fəaliyyət göstərməkdədir və bu mərkəzdə də 20-dən artıq xarici tədqiqatçı məhz dayanıqlı inkişaf məqsədləri üzərində tədqiqatlar aparmaqdadır. STG kampında iştirak etmişəm. Bu kampın məqsədi dayanıqlı inkişaf məqsədləri haqqında təlimlər keçirməkdir. Bu kamplarda iştirak etməyimin məqsədi yeni ekoloji biliklər əldə etməkdir. Mən axırıncı dəfə Qarabağ hakatonunda ekoloji layihədə iştirak etmişəm. Naxçıvan Dövlət Universitetinə təşəkkür edirəm ki, bizim orada iştirak etməyimiz üçün, bizim orada Naxçıvan Dövlət Universitetini təmsil etməyimiz üçün həm maddi, həm mənəvi hər cür dəstəyi bizə göstərdi. Naxçıvan Dövlət Universitetində dövlət proqramının prioritetlərinə dəstək verilməklə bilikli və praktiki bacarıqlara malik gənclər hazırlanır. Onların hərtərəfli inkişaf etmələri üçün imkanlar səfərbər edilir. Pərvin Səfərzadə, Xanım Rüstəmzadə, Arzu Sadiqov, Asil Fətəliyev, NTV Xəbər.